Neyse, salam. Necəsiz? Deməli, bugün qaynamla qayntamı gözləyirik. Çox gözəl bir yerə gedəcəyik. Sadəcə olaraq hələ papam mebel doğrayır deyə, ona görə hələ onu gözləyirik. O gözləyən kimi dedim, pastelimi dəyişim. Plus da sizin bir-iki dənə mənim pis yorumlarımız dəhşət çoxdur. Onları heç ümumiyyətlə görməzdən gəlirəm. Çünki Allah hər kəsin qəlbinə görə versin, ürəyinə görə versin. Onu hər zaman demişəm. Amma yaxşı izləyicilərin də bir-iki dənə yorumlar var ki, onlar gözümdən qaçmadı. Biri yazıb ki, həmişə daim mənə yorum yazan izləyicim. Yazıb ki, Alisanı belə düşünərsənsə, evdən çıxanda yedizdirib çıxardın. Qızlar, mən Alisanı evdən çıxardığımda yedizdirib çıxmışdım zaten. Mən o qədər düşüncəsiz bir insan deyiləm, uşaq evdən az çıxardım. Ki, tembol bilirəm ki, restorana gedirik və o restoranda Alisanın yediyi yemək olmayacaq. Düşünürdüm ki, yedizdirdim, çıxdım. Düşünürdüm ki, orada qaydanda günorta yeməyə düşər, evə qaydaraq. Amma bizim yolumuz uzandı. Birinci qardaşımın yanına getdik. Orada bir 20 dəqiqəlik işimiz vardı. Oraları sizlər üçün çəkmədim. Qardaşımın yanından işimizi həll edəndən sonra gəldik buramı Novxanıya. Novxanı da birisi də Sumqayıt, dünyanın başıdır. Ən azı 1 saatlıq yoldur da. Probka ilə falan hesablasaq. Biz orada çox gec getdik, çıxdıq deyə. Alisanın günorta yeməyi ora denk gəldi. Və mən ac olanda çox həddindən artıq taciz edə bilir ki, özüm ac olanda, plus uşağa fikirləşəndə həddindən artıq aqressiv oluram. Və mənim dilimə qalanda isə, bunu bütün ailəm bilir. Siz də mənim ailəmin bir üzvüsünüz. Siz də bilirsiniz ki, uşaqlar, mənim danışıq tonum budur. Mən misal üçün deyirsiniz ki, ekrana gələndə belə olur, başqasıyla belə olmur falan filan. Vallahi billahi elə deyil. Mən adi gün ərzində də evdə mamaya bir dənə söz deyəndə, onlar mənə qəbul edirlər. Bacım, mənim danışıq tonum budur. Yəni, neyini öldürək? Siz yorumlar yazırsınız. Ay, tacir peşmandır səndən evləndiyini. Ay, tacirin üzündən hiss olunur. Nəyindən hiss olunur. Abacı, hardan bilirsin? Tacirin içinə gitmirsən. İçindəsən tacirin. Sən elə yorumlar yazmaqla nə olacaq? O yorumları mənim qaynım, qayntam oxumur. O yorumları mənim ailəm oxumurmu? Nə olur da sizə nə verirlər? Bacı, insanların belə pismasın. Elə yorumlar yazanda, hə, mənim qaynam o yorumu oxudu, pis oldu. Mənə boşadı, bacı, gəldi sənə aldı. Və yaxud nə tacir peşmandır, üzünə baxanda hiss olunur. Sənə əsəbləşir, dişin qıcıyır, orasın qıcıyır, burusun qıcıyır. Bacı, belə yorumlar yazmaqla sizə nə verirlər? Nə əldə edirsiniz? İnsanların ailəsində belə pismasın, elə yorumlar yazaraq fikirləşmirsiniz ki, bəs o yorumları bir dəfə oxuyacaqlar, 2 dəfə oxuyacaqlar, 3 dəfə pis olacaqdır. İstəsəniz ailədə söz-söhbət yarana bilər. Sizə nə verirlər? Yazmayın da, bacı, bəyənmirsinizsə mənim rəftarımı. Deyirsiniz ki, filan kəs bəhmən davranır ailəsinə, sən belə də. Məni olar, bacı, olduğu kimi bu formada məni onlar qəbul ediblər. Bunun başqa variantı yoxdur. Yəni, onlar məni belə bilirlər, belə qəbul edirlər. Bu açıqlama deyil, sadəcə olaraq yorumlara cavabdır. Yəni, orada abartılacaq. Ac olanda ümumiyyətlə mən çox aqressiv oluram, bunu hamı bilir. Tembol da orada Alisa da ac vaxtıydı və deyirsiniz ki, uşağı misal üçün yedizdirib çıxarayım. Nə bilirsin mən uşağım? Bax, orada mənim haqqıma girmirsiniz. And olsun Allah, haqqıma girmirsiniz və haqqıma girənlərə də haqqımı halal eləmirəm. Bilirsiniz də bu dünyada cüzi bir haqq belə, o dünyada onun cavabını verəcəksiniz. Mən misal üçün ona sizə halal eləmirəm. Çünki mən uşağımı yedizdirib çıxmışam. Sadəcə olaraq bizim qardaşımın yanına getdik, işimiz yuvandı falan filan. Ona görə Alisanı getdik, günorta yeməyini ora düşdü. Ona görə də gec oldu. Və normal olaraq da yeməyinin vaxtı gəlib çatanda bu prostina niyə kədər bacı? Uy, prostina çox yekədir. Nəysə də optionda yenə öz bildiyinizi yazmışsınız. Mən də sizə məni o bilib-bilmədən yorum yazanların heç birinə haqqımı halal eləmirəm. İstəyirsiniz məndən inciyin, istəyirsiniz aboyadan çıxın, öz şəxsi işinizdir. Mən hər zaman demişəm, mənim öz kütləm mənə bəsdir. Sizin yorumlarınızı yazmaqla valla özünüzü pis edirsiniz. Ki, özünüzü necə pis edirsiniz? Yəni, öz içinizin pisliyini insanlara yansıdırsınız, çıxardırsınız onu çölə. Amma ehtiyac yoxdur da, yəni, biz ailəyik, biz zaten bu formadayıq. Qaynanası sakitdir, gözəl onu hər dəfə incidir, gözəl onu hər dəfə belə eləyir. Qaynanın dili yoxdur, qaynanında bir dil var ki, Allah hamd olsun, niyə yoxdur? Qaynanam sakit zat deyil. Qaynanam sadəcə olaraq məni çox istəyir, mənim onu çox istədiyimi bilir, mənim dilimi bilir, mənim danışığımı bilir, mənim bu formada məni qəbul edib. Və o mənə heç nə demir də, yəni ki, mənim ona zəhər dilim belə ona xoş gəlir. Çünki o mənə elə qəbul edir. Amma yeri gəlir, mənim qaynanam da sözünü deməyi bacarır. Çox da qəşəng dili var, çox da qəşəng danışığı var. Niyə yoxdur? Allah hamısını bir söz deyir, adamın ciyərini partladır. Yəni, normal olaraq. Elə bir insandır. Sadəcə olaraq o məni o formada qəbul edib, o formada sevir. Sizə də düşür ki, ancaq yorumlarda yazasınız. Yazıq qaynana, yazıq ər, yazıq qaynata. Bunun əlindən beziblər. Şot verir deyə hamının burnundan gətir. Birinci o şotu mən vermirəm. Şotu oğlu verir. Oğlunu şükür Allah işləyir, qazanır, verir. Orada sadəcə olaraq videoda çəkib deyib, günlər üçün deyilir ki, hə, pul da.
Hə, nə oldu? Dünyanın axırıdır. Dağılı dünyavız. Nə oldu? Nə verdilər sizə? Nəysə, pastelimin gözəlliyinə baxın arkadaşlar. Laləyə pastelim üçün təşəkkür edirəm. Çox gözəldir və əminəm ki, bunun üstündə belə pamuk kimi rahat yatmaq olar. Bunun çuxolunu sərmirəm, bilirsiniz də mən biz ümumiyyətlə çuxol ötmürük üstümüzə. Çuxolunu ona görə sərmirəm. Həm də bunun burası böyle böyük olan, indi əminəm ki, çuxolu vapşı böyük olar, bacı. Ona görə belə pakrivalımız var, onun üzərində sərəcəm. Kravatın başını görə inşallah Allahın izni ilə papa işlərini yoluna qoysun, papaya dəyişdirəcəm. Demişdiniz ki, kravatın başı şeylə uyğun getmir, yataq otağı ilə uyğun getmir, ədyalla uyğun getmir, pərdə ilə uyğun getmir. Bacımız onu düşünüb, narahat olmuyor, onu bilirəm. Niyə içəri salınan böyüklərini? Çünki taxtanın qıraqları götürəndə xoşuma gəlmir. Belə daha xoşuma gəlir. Bir-iki dəfə salmışdım, amma gördüm yoxdur, bacı, mən etdiyim sala bilmirəm. Qəşəng görsənmir. Ona görə belə saxlayıram, bacılar və qardaşlar. Bu formada qalsın, əsas odur ki, təmizdir. Mən görünüşdən çox təmizliyə daha çox üstünlük verirəm. Mənim üçün əsas təmizliyidir. Və gül kimidir pastelimiz. Bu gün necə dəyişmək günüydü. Mən nə qədər görürsünüz, heç bir anlayışım yoxdur. Amma nəysə. Oxşunda, bəstirin, nə olar? Allah haqqı, siz birbiriniz ama mən bezdim. Bacı, budur, buyam. Heç nə dəyişilməyəcək, heç vaxt dəyişilməyəcəm. Ailəm razı, alan razı, verən razı, gedən razı. Siz mənim qaynanamın, qaynatamın yoldaşımın yerinə rahat olmayın, bacı. Bu dünya elə bir dünyadır ki, heç kim zorla gözəllik olmur. Heç kim məcbur yanında saxlaya bilməz. Heç kim beyninə silah darıb yanında saxlaya bilməz. Heç vaxt. İstəməsələr mənə, bacı, boşayarlar, məndən asıldılar, məndən suları gəlir, çörəkləri gəlir, yox. Lazım olanda, xoşuna gəlməyən rəftarlarım onda Qurandan olsun deyirlər. Vallahi billahi deyirlər. Amma bugünkü gün dillənmirlərsə, o demək deyil ki, mənə məcburdular və yaxud oğluma görə məcbur mənə susur. Xeyr, elə bir dünya yoxdur. Vallahi lazım olanda sözün də deyir. Vallahi billahi deyir. Elə qəşəngə deyir ki, mən otururam yerdə ürəyim partlayır. Amma yəni bu xırda şeylərə takılmağımız, yəni ailə içində durub orada yazır, o yorumların hamısını biz oxuyuruq. Mən də oxuyuram, evdəkilər də oxuyur. Lazım deyil. Onlara da xoş deyil. Mənə də xoş deyil ki, onlar oxusun. Mən istəyirəm də iki insanlar üçün nə olur buna? Bəyənmirsiniz, çıxın. Siz yaxşısına ələ gedin. Siz yaxşı olun. Sən mənə baxın, yaxşı olun deyin. Mənə yazırsınız ki, mən bunun kimi gəlin istəmirəm. Mən bunun kimi gəlin olmaram. Mən qaynama beləsim, qaynam başımda turpəkər. Elə turpəkər deyə bu gündə səndə. Turpəkər deyə bu yorumları yazırsan da olma. Sən olma, sən yaxşı gəlin ol, sən ideal gəlin ol, sən mükəmməl insan ol. Mənə baxın, özünüzə şükür edin, bacı. Deyin, ay Allah, şükür. Mənə bax, evimdəki gəlinimə şükür edin. Deyin, ay Allah, çox şükür, nə yaxşı, mənim evimdəki gəlin belə deyil. Nəysə, arkadaşlar, dururam, gedirəm piyanoya. Qızımın da yerini yığım, pastelimizi dəyişdim. Ondan sonra qəşəng gedirik. Let's go, əylənməyə. Papa gel gəlsin, gedəcəyik əylənməyə, arkadaşlar. Evdən çıxdım mən, bir 15-20 dəqiqəlik piyanoda işim var. Onu həll edeyim. Ondan sonra qaydacam evim, amma gəlsin, gedirik. Bir dənə işlərimi həll edeyim. Bu arada geyindim. Üstdən kutuka geyinmə deyim, soyuq deyil deyə. İnşallah ki, üşümərəm. Zaten taksini geyib gəlirəm. 160 taksim çatıb. Baxın görün nə ayarsızdır. Hə, qaynanaya nə bilim başında oturub, nə bilim. Sən ki ay gözəl. Mən nə bilim həmişə danışdığım söhbətlərdir də. Az video çəkirəm. Çəkdə valla. Qaynananı görməyiblər sifəti çöldə. O bir dənə gözəl görübdü. Yox, yaz, nə vermişəm zavad? Gül kimi söhbət eləmişim, video çəkmişəm. Başlayıblar ki, imkan vermir qaynatası danışsın. Allah haqqı ciddi deyirəm. Yorumları oxumamısan, baba sən Allah. Ha, papanın iş qaçmağa vaxtı var. Başını. Quran haqqı yıxıb sürüyüblər Hadi mənə. sürüyüblər. Sən sürüyüblər. Səndən zərər yoxdur, bizi sürməsinlər. Elə sizə qürbəyə sürüyürlər də dərd durasıdır ki. Ne deyirlər? Dedilər, nə varmısan ki? Dünənki vlogda yazıblar. Hə. Da yazarlar da, nə varmısan dünən. Allah gözəl, elə bilirlər. Deyir bir dənə şot verəcəkdi, cəmaatın burnundan getdi. Deyirəm şotu mən vermişəm ki, oğlu verib. Hadi. Mən, aç ana qurban, aç. Uşağın barmaqları sinizatırda. Hə, bir də yazıb ki, tacı, arada deyir uşağı var, təpin bloklarda qışqırmasın. Şiş deyə Allahın dostu, bir uşağı... Sonra vloglarda Onu yazan. Sən gələrəm Yazına fikir ver. Mənim nəvəmə
Yox, deyir uşağınıza təpin, uşağı vloqlara baxa bilmirsən. Deyir uşağa baxa bilmirəm sənin vloquna, uşağın uzbatına sənin vloquna baxa bilmirəm. Allah necə mənə əsəbli, yandı ciyərim başı. Yəni sən yaxşı insan deyilsən ki, uşağın səsini qəbul edə bilmirsən. Allah bütün evləri qismət eləsin o səsdən. Qaynanam bir yeri söndü. Nəysə arkadaşlar, çıxmışıq, gedirik şeyə, nədir onun adı? Toy axşamı. Toy axşamına gedirik, hə, çox qəşəng bir yerə gedirik. Sizlər üçün yeni yer kəşf eləmişik. Qurban olsun sənə. İri qutardı. Mama gücüncə ilə çıxır. Mama çiyələyi göstərmə anacan. Tad çiyələyi mübarək eləyərik. Şirniyyat Hazırlıqlı çıxıb mamaya. Yok hem Allah'ın yeri. raskosu çıktı. Dilenci raskosu değil. Mən Hə, istərdim. deyir evdən çıxırsansa uşağı o yedizdir çıx da. Deyirəm sənin başına daş düşməsin yazırsan. Mən uşağımın dizilməmiş evdən çölə çıxıram. Ümumiyyətcə də gedəndə alçazaq gətirirlər. Stolsda təzə içsə də bir 2-3 gün bundan qabaq. Mən yemirəm ki, sizlə bir yerdə mübarək eləyərəm. Nədir? Ay Allah, inşallah. Görsən mənim oğluma bax. Başladı yenə. Anan ürəyi nətərdi, balan da ürəyi elə. Maşallah çox qabağa başlayır bir daha. Allah haqqı. Sən bir danışsan mən. Ben çok tamam numara gelemiştim. Allah eləməmişəm. Neçə vaxt mən dirəm alçı istəyir. Görseydik eləyərdim da. Niyə elə deyirsən ki, mən sənin mən sənə yemək bişirdim, yedin, düzdür? Mən yedim. Amma boşqada mən saxlamışdım, düzdür? Bəli, sevirəm səni. Sən mənim aşkımsan. Güzel. Güzel. Ay Allah, sənə heç nə demirəm. O arvadın burada olmadığı günlər sənə baxırdım ha. Bax sən. Ben demiştim demeyeceğim bak onu. Heç nə demirəm sənə, heç nə demirəm. Demiştim demeyeceğim. Biz salamlaşmadıq. Ay. Hiç Mən edim, mən edim bir parça salamlı cəmaatı şey eləmişəm. Sən narahat olma. Nəysə Sana hiç arkadaşlar. ne demirəm belə. Bildiğin gibi olacaq. Çıxdıq evdən, gedirik toy axşamına. Çox qəşəng bir yerə gedirik. Ziyarət Bizdən qabaq Alisa xanım gedib, papa Alisanı aparıb. Əsas odur ki, gözəl. Bizi sevənlər çoxdur da, sevməyənlər 1-2 nəfərdir. O da olmalıdır da, qəbullanmalıyıq. Əsas odur bizi sevən kütlə çoxdur. Bəli. Sən idin o səsi çıxardan Taci. Hə, sonra da deyir ki, Taci gözələ baxır, gözlərindən hiss edirəm ki, gözəli sevmir, peşmanlıq hissi yaşayır. Onlar yaşını Sən də bunları, bu da bunları oxuyur. Gecə başlayır. Sen ben sevmirsən. Sən deyib bilərsən. Sevmirsən sen ben eləyəm bak eləyirdi. Hə, Allah hamd olsun. Sen de anamın yanında. Gözəl, sən sevməsi alardı. Mama, elə dedin ki, onlar deyib evdə zodda qalmışdım. Mama alma verir. Yox, onu demirəm, mən deyir ki, Tacirin gözündən alıbdı. Tacirin gözündən peşmanlıq yağır. Yazıq qaynına deyir, şot verir deyə susurlar, yoxsa Sana bir deyir. söz diyeyim ana. Dedim, Sevginin bir müddet biten vakti olur. Sonra terbiyem bir de başlıyor. nədir? Biten vaktine düştü ya. Sevgi bilsən nə bağ olur 40 yaşdan sonra. Ay sağ ol. Bak indi o... Sizin kimi Ramazan. Ha, o- Deyir ki, yazır ki, gözəl Nurhanla Şəhərbanın sevgisini qısqanır. Allah haqqı. Kıskanmırsan ki. Deyir onlar bir-birlərini sevirlər deyə, imkan vermir onlara qısqanır. Tacir onu sevmir deyə gözəl onları qısqanır. Ortamızda yatarsa. Hə, düz deyir arkadaş. Təzə gəlin olanda Allah qeyb ortalarında yatırdım. Qoy bir yerdə yatsınlar. Orasını düz deyir. İndi Alisanı böyütmüşəm. İndi Alisa gidib ortalarında yatır. Ne duymışsan o yıkıp. Bak kapik doğruyordun gelip kapıyı oğruyor. Ortamızda yatırdın gelip ortamızda yatır. Şehrabanı çok sevindin. Nurlan'ı çok sevindin. O da yerler. Ne tövmüzen yıkıp. Mama bizi depresiya yaşayır. Babam da getirecek depresyona. Mən sənə hər yığanda demirəm, anacan, necəsən? Allaha and olsun, mən həmişə demişəm ki, məndən çox Nurlanı istəyir. Gözə qapqara çəkirsən mamanı. Nurlanı istəyir, məndən Elə çox. bir zəncə arvad oturub qalmadı. Sen geriydi kabaktan otursaydın da. Ona görə qeyb oturdu yerimdə görmürsən. Görsən də. Can değişir. Yo, dəyişmirəm. Alisa, Ama Hemen- sakla orada o kadar şey var ki çekersin. Nəysə, Develer, nəysə, gedək. camışlar, ne bileyim. Siz nə qədər bizim aramıza girsəz də bu Nurlan mənə boşuyub başqasına alan diyor, narahat Onu olmayın. görmüyorum. Nurlan çünki mənə gülmən əhəlləşdirib. Nurlan bir də başqasını alıb əhəlləşdirib. Gözleri kız konu diline zaten Çünki Bax, elə bir şey olmaz. heç vaxt mənə kim başqasını əhəlləşdirincə ömrü yox. Bir tane adam elemişim. Onu getirip adam elemişim. Bəs sənsən, bax o izləyicilərin ağzına söz salan. Adam diyende yani Hə. şey adam. Ma düz deyir də, papa bundan sonra kimsə gətirib onu düzəldə bilər sən Allah. Özüm ne yenerim? Deyəcəklər ki, qaynata düz deyir, qaynana da ki, ekrana işləyir. Neyse arkadaşlar, gidiyorsa da. Bundan sonra mən aşkla bax, ağzı cıraram sən. Dilinlə danışım. Arkadaşlar, mənə nə deyirsiniz deyin də. Bax, dalaşırıq, küsürük, amma sevirəm də gözəli. Vallahi sevirəm. Çünki
Yəni O mənim oğlumu sevir ona görə. ekran değil Vallahi. bu. Bu ekran değil. Vallahi yox, həqiqətən. Real. O bir gəlinimi də daha çox sevirəm. Baba deyir. Daha çok sevirəm ha. Özə yol çəkirsən, sən. Neyse arkadaşlar yaxşı. Bax elə mənə baxırsan sən indi buradan bir dənə qoydum aç gün qırılacaq. Danışan Sen ne gülsün? Sen ne gülsün? Aman kurban boyuna. Neyse arkadaşlar gidelim çataq. Qalaya gidelim bu arada. Şimdi bu oynayalım. Bu arada balam xəstələnib, balama maşallah yazın. Xəstələnmişdi ömrüm. Seni qurur. Başı olmadı bana. Başı olmadı. 2 gram alım burada gidecek. Deməli arkadaşlar geldi. Bura bilmirəm nədir. Vallahi heç bir anlayışımda yoxdur. Vallahi gidəndə görərsən. Varsa anlaşığınız yorumlarda yazarsınız. Sadece olarak şeydi. Papazat hamısı gəliblər, biz gəlməmişik. Hacının axı ki gizlət. Mama dedi ki burada çox qəşəng maraqlı. Allah səni anlatmayıb bu. Uşaq səni düzdəmişdi. Bax gözəl burada. Bax bu muzeyin içində. Hə. Salfetkadan, qaşıqdan, Bunda yox, dəmir içində. dümürdən, nə bilim heykəllər zadlar O üstündə bunda amma Yəni, şeylərdir. tullantı qablar şeylərdən zadlar. dəyərləndiriblər. Geri da. baxarıq da. Buradakı Bu tacirin qorumasıdır 100%. Əsas bura bir dənə girib baxarsınız. Bura, tacirin qalası buradır. Yox, tacirin evi buradadır. Burada oturdu şeydir. Gel. Papa git aldı kız hava ne olar. Uşağım gözünü de görmür. Ne papaq düşüb gözün qabağına. Papağını çıxart papa. Arkadaşlar geldik tacirin evine. Küləkli dəhşətizm. Qala Arkeoloji Etnoqrafik Muzey Kompleksi. Heç indən başımız çıxmır. İlk dəfə papağını çıxardım. Papa papağını çıxart gözünə düşüb. bax bu fayton təzə gəldi, yox idi. Həqiqi açıq sən onda bir dənə video çəkin. Niyə mən sizə? Oturarsınız da gözəl su çəkərik. Mən ümumiyyətlə arkadaşlar gözləyin qədimi yerləri çox sevirəm. Həddindən artıq çox sevirəm. Burada da nəsə belə şeylər var. Yəqin ki köhnədən qalan şeylərdir. İndi sizin anlayışınız olar, oxuyanlar falan bilər də. Bunlar qədim zamanlarda daş dövrlərinə aid olan Arkadaşlar bugünkü vlogumuz usullə maraqlı olacaq. Əminəm ki buranı bir çox adam bəlkə də görməyib. Quran yəni ilk olaraq biz gəldik. Başka bence gelmeyip hiç kim. Ayda burada ne güzel taşlar falan var arkadaşlar. Qala qəsəbəsi yol adamları soyuqdan, küləkdən və günəşdən qorunmaq üçün daşları söykənib dincəlmiş və ona almışlar. Burada yaranmışdır. Arkadaş, yəni arkadaşlar. Arkadaşdan yaranıb o söz. Hə. Yoldaş. Yoldaş sözü bu arkadaşlardan yaranıb. Mamagillara gittiler arkadaşlar. Yəni bunlar hamısı oyulmuş daşlardır bacı. Gel oraları gösterək, sonra buralara gələrik. Nehrədir, nehrə. Yox, nehrədir. Ora keçir onlara. Yox, yox. Niyə? Xasarlayıb varsa mən çox Hə. Hələ gözəl o birisine bax su çələk. Ayda ne maraqlıdır. Kaş o birisi döv. Nə elə biləm ki əvvəl. Burada su quyusu olar yəqin. Elə biləm ki bura məncə niyyət eləyib atırsan, yoxsa yox. Yox, su quyuları. Dərindir görürsən. Gəl bura sən. Gəl bura bax. Burada əvvəlli başdan da keçmişdə yaşayış oldu. Belə baxın. Gömsə evləri zaten. Görəsən. Bax o ən elə bir ki indiki villadır da tacirin evi 2 mərtəbə evdir. İndi ora gedək. Gəl bura bax. Şu an şu bu ya baba. Hardan düşər? Fəzil gəl bura. Kalçanı belə toxunur. Baba. Teşekkür. Bax gözəl. Mən o vaxtın qadınlarını olsaydım toxuya bilərdim. Hələ buna bax gözəl. Yox, toxuya bilmərdim. Divarlarına bax, qavlar. Ay nə gözəl hacı. İndi burada işıq olmuyor. İşıq Super yaradıblar da yəni. Bunu var ya, o vaxtı qadınlar bunu da suyunu Belə daşıyır. makinalar. Mamam daşıyırdı o vaxt neyse mamamın o qədər bildim.
Yavaş yavaş Sandığa sıkılır. bax, gözəl. Sən sandıq alın bir dənə. Nəsbən sandım. Gözəl istəyirsən də oradan sandıq alın sənə. Nə istəmirəm. Bax, bir sandıq. Niye öyle? Təkələrə bax. Ha, indi burada nə analar, nə bacılar, amma nə belə nərələr falan işlər görür. Bax, qablar hamısı qədimlidir. Bax, bax. Çox gözəl yerdə. Mən yəni çox sevirəm. Ümumiyyətlə gəldiyim yerləri. Bir də Tacin evinə baxım görüm, məni aldatdınız, aldınız bir. Gözəl, güzgüsünü gördüm. Bax, Hə, gördüm. əslində bir dənə xanım gəzdirirdi, yoxdur. Bura nədir görürsən, papa nə deyir? Hamam olar orada. Sakitlə saklayın. Var yenə məsələn. Sen alıyorsun. Hamam olar bura yəqin ki. Heç ora girməmişik. Ehtiyatlı. Ay o bura tok yerlər. Hə, orada. Keç etməyəm. Yox, çok yeri deyil, otaqdır. Baxın. Hə, otaqdır, gəl bura. Son da olmaz. Telefon ışığı yandır həyatım. Bəyəm. Qorxuram həyatım belə yerlərə girmək. Niyə? Yox bura şey deyil, elə belə yer. Hə, qorxdum. Gəl. Qorxdum arkadaşlar. Aa, buna bax, mamile. Bu da sudur da, su çıxardırsan. Belə sularımızdan su çıxır. Çox kövrəlirəm həqiqətən də. Niyə kövrəsən? Sən niyə kövrəsən? Köhnə şeylərdə var. Hə. İstəməzdim o dünyada doluşdu. Bizim maraq. Biz məhəccə oxumamışıq. Mənim başım çıxmır lisədən. Amma Mənim çox şeydən başım çıxır. Bilimdə başa düşdü. Çox şeydən başım çıxır. Bax, misal üçün nə idi bilməzsən, nə məsələ üçün. Sən məşğul ol. Övazına nəzarət elə, papa. Biz Mayanla gəzərik. Gəl, bura. Aa, burada da şeylər var. Mən heç bura gəlməmişəm. Nə uşaq Heç mən də vaxtı. görməmişəm. Ancaq şey aparırlar. Ancaq şey aparırlar Qobustana. Uşaqları zadı da. Bunlara bax. Gəldim. Arxeoloji qalereya. Bax, gözəl, belə elə. Bu da nehrədir. Sarxalayırsan. Kəş o birisi dünyada doğulardım. O birisi dünyada nədir? Bax, hansı qırıqdan saxlayıqlar. Görün də, onlar neçə ilin şeyləri deyim amma. Hələ aşağıdakilərə bax, Tacir. Burada məktublar, Sikələrdir bu. Nədir? Sikə deyirlər Sikə buna. nədir? Qəpik də qəpik. Gözəl, ona bax. Ağa, o vaxtı, bax buna. Tacir, ona bax. Nəyləsə oyuqlar, bax, Allah sözü yazmışdır. Nəyləsə oyuqlar. Elə qalın ikənin. Bunlar hamısı, buna bax, bunlar bax. Maraqlı deyil. Hadi gəl bax. O vaxtdan var imişim, məncə gözə bax. Bu boyda parmaq olar, bu boyda parmaq olar. Məncə o sırqadanacan, nəsə belə keçməyə oxşayır. Sırqa kimi bir şey yox. Var da burada şəvər Gəl bax. muncuqları, tunç qolbaqları və pasta muncuqları. Bu nə daha Tacir, bu? Bunlar da dayan da bir dəqiqə. Çaxmaq daşlar. Bunları bir-birinə sürtsəm amma yanır. O daşlardır. Çaxmaq daşı deyirlər də. Fragment. Hə. Belə şeydir, adam oxşuyur bu. Buna görə bəyəxtən tacir qışqırır. Baba Tacir. Maraqlı şeylər. Hala bu nedir? Gəl. Qoy bunları da çəkim də bunlar. Bunu iki hissəli paylaşarıq. Çünki istəmirəm kameranı saxlayayım arkadaşlar. İstəyirəm hər şeyi sizə detallı göstərim. Ona görə vlogumuz uzun olsun. Tələsik çəkmək lazım deyil. Yavaş-yavaş detallı hər şeyi çəkək uşaqlar baxsınlar. Çox qəşəng. Özdə sağ olsunlar, hamısını da qəşəng qoruyurlar. Getdik. Növbəti yer aradı. Saxlamadan çəkirəm ha bu arada. Gözüm boğa saçqası verim, ağzına soxa baxmışlar. Burada özdə baxın, belə tumbalarda yığıblar. Hamısı oyulmuş daşlardır bax. Hamısı. Bunları maraqlı eləyiblər, tumbaların üstünə qoyublar. Alisa'nın teleskopunda Əl işlərdir, Tacir. Hə, oyulub da, Nəyləsə oyuqlar. yorumları oyulmuş daşlar. Hanı? Girmə olur papa. Arkadaşlar baxın. Bunlar uşaqlar dolmen deyirlər. Bu da sığınacaq kimi bir şeydir. Yəqin o vaxt burada sığınıblar. Evdir də, yəni evdir. Gəl gedək oranın. Nə arkadaşlar, gedirik tacirin evinə. Ayda, ora girə bilərik tacir görəsən. Hə, gəl mənə çək də, ala. Sımalarımız da var. Bunu qaranlıq deyil, qorxmaram. Yo, niyə Sən qorxsun? zad olmaz. Yo, torpaq ev. Bu da bir evdir. Ayda. Gəl içəridən çək həyatım. Mən Qomen- çəkim. qomen Get çək. sən çək. Sən də bax. Haydi tez gəl baba, burada qəşəng yer var. Belə bir evdir burada uşaqlar.
bildiğimiz hayat var da valla. Gəz qutarmır. Aa, dəvələrə bax. Gel gel. Ali benim geldi sonra. Hayır. Öyle. Ay, hadi gel buraya. Vay, vay, vay. Tamam, sonra gel. Bir sən də pencək satayım. Sen odayı dur. Hadi gel buraya. Hadi gel. Gel zaten başım üstünde. Ay, konuşmalara bak hadi. Ali, gel buraya. Çəkirəm də buradan. Çeyizlerim, geldi çeyizlerim. Allah, ben yüzüne bak. Ali, bak. Hiç böyle kızlar olmadı. Bak, hiç böyle kızlar olmadı. Çok teşekkürler. Asıllıklara bakma. Tamam. Cəhizli olar da. Cəhizlər onu. Allah mübarək olsun. Bu kimse mənə kim kasıb oldu. Ceyizin içində heç nə yox. Burada yaxşılığın başqa heç nə yoxdur. Ha, oyna Ali. Bu kızın otağı olubdu. Hadi. İndi gedək sənə öz otağımı göstərim. Bu gelinin otağı olubdu. Patron kalanzadı bunun önünde otururlar da burada. Hadi. Tacirin de tüğez adı orada yukarıda başımın üstünde oturuyor. Vallahi. Çok güzeldi ya. Hadi oyna. Ali. Gədə gözəl olsam da Bana Alice bez qalsın burada çöl soyuqdur. Ora qalxaq gələk. Ya da gətir. Özünə sıxamam ama. dəvələrə var gözəl. Əməli boş dəvə var. Gəl onlara baxaq sonra. Tarzı yer burada. Bir dənə bunu tut, belə tut. Hamıdan gizlətdiyim, heç kəsə demədiyim evimi axırda hər kəsə göstərməyə qərarına gəldim. Buranı bir dənə sakit. Buranı eramızdan əvvəl tikmişəm. Eram 3-cü, 2-ci minilliyə aiddir. Gəlin tanış edeyim sizə. Burada belə özüm üçün uşaqlarla damla oynamağa yer var. Xıdar var idi. Burada oynuyordu. Hə. Sonra buranı da özüm üçün yayda oturmağa, PlayStation zad oynamağa eləmişdim. Həm burada kabab zad çəksinlər, eləsinlər. Hə. Burada oturur. Hə. Əsas vaxtda olmadı. Papa. Bu erada pişirmirdim, o bir erada xəmir yeməkləri pişirirdim. Nerede tabağa yığırdı? Yox. Sonra o gözdə bir dənə, burada bir dənə mənim özümün otağı var. Buralar etsə, buralar elə belə depot. Çıx çölə. Depot çünki bura da depotdur. Bura xaçdır. Xaçın yoxdur, nana. Tualet var. Haydi, untaz var yerdə. O baxın, Delik var. Qoy özü təqdim eləsin də, papa öz evidir. Gəl bura. Gel buram, bırak ya, hemen çık. Bizim otağımız hara olduğunu keç göstər görüm təzə. Bura mənə aiddir hamısı. Ha, bura qəşəng mənim. Gəl bura. Uşaqlarla oturduğum yer. Bütün haqq hesablar, söhbətlər hamısı burada. Öz heykəlini də qurdurub, kopya da sənə oxşuyur Tacir. Bütün haqq hesabları burada həll eləyir. Hacı. Orada bir şey daha böyle üyden gel. Bak. Demir aşmaz. Allah arkadaşlar çox gözəldir də yəni. Demir aşmaz oradan. Yo, aşağı şey deyib bağlayıblar. Burada gözəl otururdu, sənə yer açırdı, hə? Burada da saçımızı düzəldirdim, plastik edirdim, tuxlarımı ora qoyurdum. Sonra belə. Yəni belə abartı bir şey deyil, gözəl Tacir, baba, bunu fırını silim. Saçın çıxar, atanın evinə gəlmişsən. Kapıların içəncəsi qapılar. İndi 10 dəqiqə düzəldirdim. Çömətime oturur. Ne de yazık otur. Böyle tacir ola. Oxşuyur da baba belə. Öyle oturup ki yetim. İndi dəvələrə baxaq. Deməli, arkadaşlar, ay Allah, mənzərəyə bax. Tacir, mənzərəmiz nə qədər olur be? Bura elə bir dənə bisiklet qoydum. Ay Allah, mənzərəyə baxın, ay Allah. Nə gözəldir arkadaşlar. Kesinlikle getirmesi. Deyirəm ki, o vaxtkilər gör nə gözəl yerdə yaşayıblar, amma burada özdə heç nə dəyməyiblər ha. Havaya bax, təmiz hava. O vaxtın insanları da ağızlarının dadını bilirmiş ha. Nə bilirdilər? Targov nədir? 28 nədir? Hə, onu deyirəm də, yəni bilmirlər də. Ağızlarının dadını bilirlər. Gedib dəvələrə baxın. Ne diyorlar? Firması diyorlar. Tacirin bu adamın firması. O tacir kim olub həqiqətən bilmək istəyərdim. Tacir barlılara deyirlər. Barlıların adı tacir olur. Həqiqi. Bu nə? Bu keçilərə bəs kim baxır mama görəsən? Burada yaşayanlar. Arkada. Vay vay arkadaşlar. Bismillah. Korktum ağzım. Arkadaşlar dəvələr var burada. Tüpürər eləyər üzümə Tacir. Yaşlı dəvə nə deməkdir mama? Yanıb keçmişdən qalıbsa.
Ay Allah. Bak görsən. Vay vay arkadaşlar. Allah bilir neçə yaşı var. Buna baxın siz. Biri kıçını aralayıb nəsə eləyir. Nə ağarsan hə? Biri kıçını aralayıb nəsə eləyir, Nunana bax. Deyəsən şey dızıdırdı, hə. Kalım ama. Taci, bunları minmək olar görəsən? Bulağa bax hələ uzun var. Taci, gəl mənim təpədə tüpür. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Tüpürəm Taci. Bunlar tüpürən deyil. Həqi. Yiyər mənim əlimi toxundursam. Hə? Qəşəng saçlar. Taci, əlimi toxundursam yiyər. Yox, yox, dişləyəm. Həqi. Deyir tacirini var uzun var. Bu da tacirin qoyunları. Əməlli başlı baxırlar. Hani fırfır? Aşkım fırfıra bak. Taci, onun qulağını bağladı. Deyir fırfır gözəl deyir. Bak fırfıra. Hə, şey deyim, bunlara. Saçına bax Taci. Ayda bu atların adı var idi, yadım. Nətər yəni adların adını bilmirsən? Şükür Allah'a, ay Allah, necə gözəl şeyler var. Arkadaşlar, bura çox gözəldir də, yəni. Çox dəhşət. Mən sevinirəm ki, belə yerlər var da, yəni çox yaxşı bir şeydir. Gəl gedək də. Gəl buradan da. Taci, papan, Taci, Ali sən qulağın maxla kimi bağada nə olar? Eni zadar yer. Yo, get, olmaz. Sen ne biliyorsun korkmak falan? Yer əlimi Taci. Hə, dişləyərlər resim. Həqi. Ətərim məsələn. Mənə qoymaz əminim onları. Atar sən yerə. Həqi. Ay Allah. Bunu kəsərəm. Övladımın barmağını dişdi. Sən nəsən Alisən? Sən nəsən? Əli. Nə baxın, nə edib sənə maraqlıdır? Nə? Bu heyvanlara niyə baxırlar ki burada? Baxırlar da indi özünün heyvan dolanlar. Bura əminəm ki, çox adam gələcək də bundan sonra bura. Çünki mən... Çətin gəlib tapsınlar, o işçələr. Taparsın, amma fiyatdan istəsə konum atarsın. Yox, Bir hamıya konum atacam ama. qalada atlar uşaqlar, qalada. Afanın Instagram'a yazar. Bəlkə də camaat gəlib, biz indi tapmışıq, deyəcəklər. O da ola bilər. Mən cəmaatı demirəm, həyatım. Mən şey deyirəm. Çəkiliş eləməkdən söhbət gedir. Mənim kim gəlir gəlsin. Xarici bloger var, onu da görmüşəm. Yo, ona görə demirəm. Özünkilərdə görmədim. Kim istəyir gəlsin, çəkiliş eləsin. Prosta ki, yəni qeyri-adi yerdə mütləq gəlir. Mən nəsə istəyərəm ki, hər bloger gəlir. Onu özüm qoymuşam ora ki, nəzarət eləsin. Çox istəyərəm. Çünki hər ayın fərqli kütləsi var da. Hamı gəlsin, çəksin. Çəksin, öz izləsin, o dostlarsın, mütləq. Buralar Dəhşət bir şeydir, yəni əminəm ki, dəhşətizm. Təzgə oradan şəhət gəlirəm. mən buraları çək. Arkadaşlar, 50 saniyədən uzun. 50 saniyədən, Yox, 50 dəqiqədən. 50 dəqiqədən çox olsa mən bunu yarı-yarı paylaşacağım. Bir dənə burada baxın mən. Çünki hələ qabaqda çox gözəl yerlər var. Hələ şeylər var, uşaqlar ki, içəriyə baxacaq. İçəridə də şeylər var. Nədir onun adı? Qədimi əşyalar, muzeylər var da orada deyil. Biri buradır, biri buradır. Deyib, bura, bir də bura. Qardeş. Nə var, nə yox qardeş? Burada yani tullangı şey yok da. Hel kabı, ne bileyim sajgal kab, kasetler, Həqiqi. diskler, her şeyden bir şey. Babası. Deyən görək bu nə daşdır? Bunda heç nə yazılmır. Buna bax. Burada yəqin sarımsaqlar döyürlər. Şəhər Nə Samov Slamov idi? Nə yazılıb? Gəl bura, gəl. Slamov. Ərəb dilini bilən olsaydı, üstlərində çoxsu ərəb dilini. Bilirəm də ərəb dilində. Ya, həqqi. Hadi. Hə. Bravo. Gözdə də çəkə-çəkə gəlirəm də gözəl hamısını. Hadi gel bu tərəfə.
Tendirimin tendiri. O şeyler oradadır. Quyular. Uyulan o var. Hə, hə. Allah, Allah. Allah. Kimi yerirdi, bana belə gətir. Yavaş yıxılarsan. Baba yeter. Ha. Burada tendir falan yaptılar. Aa yok tendir yok. Bura zərgərlik sən sənətçi. Zərgərlik yox, dəmirçilik. Dəmirçi hə, tacili sənəti zərgərlik. Bu şey o kalkanları zaten burada yapıyorsun. Nallardı, Atın ayaqlarını dəyişdilər, təkərini dəyişdilər. Bu şeydir hə, adamı zəncirləyirdilər o vaxt ondandır. Atın şeydi. Elə bilməm Ayaq qoyulan. zəncirləndir. Gəl. Sən bunu tut bir dənə, mən burada tez iş görürüm. Mən çək. Bak oradan yıkılarsın. Nasıl var ya? Yıkılarsın. Yaşlı. Gəl. Ne yaptın? Səs eləmə. Xoş, xoş, xoşam mən. Soruş savar ki mən. Hormus Hüseynəm mən. Vay. Kəş mama, istəyərdin o birisi dünyada doğulasan. Bu dünyada da yəni. Görmüşəm də mən keçmişi. Həqiqi hardan görmüsən? Mən belə keçmiş görmüsən. Sən bura mən belə keçmiş deyirəm mama. İndi birazın görmüşəm. Ayda mən gürəçən ağac gördüm. Diləyim safım evdə qalıb. Diləyim asız axdım. Mahtissan vardı, onu asmalıydım. Bax, gözəl. Ayda, o nə? Şeylə elləri onun gözəl. Çox manzara. Da əllə də eləyənlər var mam. Arkadaşlar, bura bildiğiniz bir həyatdır da yəni. Burada insanlar yaşayıb, insanlar. Hadi ağzını, gözlə tut şamın ağzını sil. Burada bir dənə kino çəkmək olar. Sildin mama? Alisa hadisə törədi. Yaxşı deyil, əslində burnun tökülməyə yaxşı bir şeydir. Beyninə getməsin. İndi həm də təmiz hava qəbul edir, vəbşi beyni açılacaq. Evet arkadaşlar, geldik. Gedirik indi bu. Neydi papa bu? Daha aksesuarlar. Ha, gedirik bu müzeye. Gelin mənim şotlana balalarım. Geçen bir tane trend çektik bu arada. Alisa sağ olsun. Hı. Atasını seçti. Sözün dediği. Səma nə gözəl düşürəm ha. Çox gözəldir maşallah. Hə, kaş Alisa grip olmasaydı. Şeyde bayağı buradan döndük çektik biz. Adam burada değil, değil mi? Burada bakın sola döndük. Oradan kesebilir miydi? Hələ orada tacirin Görsün nə kadar yol uzandı. ordusunun gizlənən yeri var. Bəlkə də icazə, gözü qapı açıldı, keçə bilərdik papa. Al kapısını kesesin. Ne olur? Arkadaşlar, geldik en əsas yerə görə. Burada nələr var? Burada neler yoktu ki? Burada nələr var? Burada yani Bəlkə vlogu saxlayaq, part 2-də davam eləyək. Bir yaxına gedər. Məncə uzundur. Davam eləyib də bölərdik. Neyse, devam eləyək arkadaşlar. Sıxılmayasınız deyə deyirəm.